Azərbaycan Dövlət İqtisad Universitetində orta ixtisas təhsili müəssisələri üçün təlimlərə başlanılıb. 2 ay davam edəcək təlimlərin sonunda imtahanlarda müvəffəqiyyət qazananlara sertifikatlar təqdim olunacaq. Ölkəmizdə iqtisadiyyat və təhsil sahələrində qazanılan uğurlardan ətraflı danışan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Respublikamızda təhsilin inkişafı üzrə qəbul edilən dövlət strategiyasından bəhs etdi. Orta ixtisas təhsil müəssisələri üçün tutor hazırlığı təlimlərinin əhəmiyyətindən danışan rektor bildirdi ki, bu təlimlər savadlı və peşəkar kadrların yetişdirilməsində böyük əhəmiyyət daşıyır. Təhsil Nazirliyinin xətti ilə təşkil olunan layihə universitetin təcrübəli və bilikli təlimçiləri tərəfindən həyata keçirilir. İlk dəfə təşkil olunan təlim Respublikada fəaliyyət göstərən 45 orta ixtisas müəssisəsi üçün nəzərdə tutulub. Dinləyicilər 2 ay ərzində Bologna prosesi, Respublikamızda təhsilin inkişafı üzrə dövlət strategiyası, tədris prosesinin təşkili, onun mexanizmi, yay semestrlərinin təşkili, tələbə və müəllimlərin mobilliyi, tələbələrin hüquq və vəzifələri haqqında ətraflı məlumat və bilik əldə edəcəklər. Təhsil Nazirliyinin müşaviri İlham Pirməmmədov və digər çıxış edənlər də təlimlər barədə məlumat verdilər. Təlim ən müasir interaktiv üsullarla aparılır. Üstünlük təşkil edən praktiki dərslərin sayəsində gələcək tutorların peşəkar bilik və səriştəsinin artırılmasına zəmin yaradır. Kursun strukturu və məzmunu orta ixtisas tədris müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına əsasən tərtib edilib. Tural Məmmədov, Emin Qəhrəmanzadə, xəbərlər.